Halaldır sizə, bəlkə insanları düz yola çəkdiniz, Səidə deyir. Mən yox, çəkən çəkir. Mən sadəcə işitdirmək üçün buradayım. Ruh hər kəsdədir. Allah hər kəsin üzərindədir. Hər kəs vasitəsilə yaradandır və hər kəsdir. Sadəcə bunu anlatmayıb, indi anlatmaq istəyir. İndi eşitdirir. Bu sözlər, bax, qulaqdan qəlbə düşür. Bu cücərəndə insan peşman olur, dönür. Belələri çox olur. İndi bax, bu ayağa qalxıb, hürün danışanlar var. Dizin gətirəcək bura. Bax, dizin. Saati var, onu Allah bilir, mən istəmirəm də, amma Allah edəcək onu. 100%. Oyanış yolu deyir ki, əziz izləyicilər, canını sona qədər dinləyin. Sonda bəyənməsəz, fikirləşin, bir daha girməyin. Bu qədər. Bəli. İnsan birinci əməllərini düzəltsin, sonra ibadət etsinlər insanlar. SS deyir. Bəli. İnsan əlində deyil. Bu yazı belə yazılıb, bu olmalıdır. Cinazik deyir ki, Peyğəmbər namaz qılırdı amma. Peyğəmbər hansı əsrdədir, biz hansı əsrdəyik? Kamil Rəhimov deyir ki, öz qanunları var. Oxu. Kamil Rəhimov deyir ki, dualar yaradana çatır. Yox, duanı qazanmaq yaradana çatır. Yəni, sən birinə yaxşılıq eləyirsən, nə deyir, imanın dirəyi dilə gətirilib söylənilməyən ihsandır. Savaba yazılır. Sən yaxşılıq eləyirsən, sənə dua oxuyurlar. Bax, yaradana çatan odur. Quru o qədər dua oxu ki. Fit çalıb əl vurmaqdan başqa Quran deyir, bir şeyə yaramır. Bax, budur. Sirius deyir ki, gözünü yumanda ruh niyə görmür? O sana elə gəlir. Nətər olur və sən gözü yumulu yatırsan, amma yuxu görürsən, göstərir də səni. Bax, budur. Alizadə deyir ki, demək belə çıxır ki, inkişaf edib gəlmişik bu dövrə, namaz iptal. Yəni namaz ləğv olunur, belə bir şey deyil. Namaz ləğv olunub, imanla davranacağıq. Biz ruhən, əqlən yeniləşib Allaha daha yaxından, yəni qəlb evində xidmət edəcək, onun üstündəki Mahmudu oxu. Sən kafirsən, cəhənnəmdə yerin hazırdır. Bax, görürsən, sən də din əhlisən, namaz əhlisən, tərbiyə yox, təvazökarlıq yox, insanlıq sevgisi yox, hörmət yox, ədalət yox, mərhəmət yox, namaz var. Səni bu türlü yaradan Allahın məsləhətinə şükürlər olsun. Bax, bu cəhənnəmi arzu edirsən, cəhənnəmi nəyi dilindən çıxardırsan, insan onu dadır. Mən də sənə cənnətdə yerin var deyirəm. Cənnəti dadmaq üçün. Səni yaradana şükür, bura yönəldənə şükür. Allahdan diləyirəm, nə qədər bu insanlar ki, bax belə bəd sözlər yazır, özü onlara rəhm etsin, özü onlara bu tərbiyədən pay bölsün. Amin. Var olasın. Suzanna deyir ki, indi pozğunların zamanıdır. Hə. Çünki devrə görə azğınlıq, pozğunluq ayaq tutub yeriyəcək. Nə deyir İncilin sinəsində? Onun alnında sirli bir ad yazılmışdır. Böyük Babil. Gəncən qədim adı deyil. Dünyanın iğrəncliklərin, fahişəliklərin anasıdır. Yəni, iğrəncliklərlə, fahişəliklərlə bu bəndələr sınağa çəkilib imtihan ediləcək bir dünyadır. Budur. Usir 38 deyir ki, namaz var, hicab var, heç kim boş-boşuna milləti səhv yönəltməsin. Şükür məsləhətinə, bugün biz imtihan qarşısında bizim öz
Şükür məsləhətinə. Əlizadə deyir ki, bir normal mesaj tapa bilmirəm, şükür sizi yaradana. Sizinki tərbiyədən keçib, ağlınıza gələni deyirsiniz, bəs necə başa salaq səni? Sən başa Hər kəs salırsan, özünə sən buradan baxmalıdır. çıxıb gedə bilərsən. Bəli. Deyir, fələkdə bir ağız var, o çox genişdir, bu sözləri söyləyən də elə fələkdir. Sən fələyə dərs mi keçəcəksin? Sən hələ get gör bundan sonra nələrlə qarşılaşacaqsan. Səni qarşıda nə gözləyir? Çünki sən Rəbbin süfrəsində gəlib səni belə yaradan belə yaradıb. Çünki üzr istəyirəm ifadəmə görə insan arxası da sözünə baxmır bəzən. İnsanın şuur payda ora düşə bilir. Məsləhətinə şükür. Bir gör səni nə gözləyir hələ. Burada bir mesaj var, ancaq bilmirəm oxuyum. Ten deyir ki, xanım biz deyəsən Lüt Peyğəmbərin dövrünə gedirik. Kişi kişiyə təmas salır. Bunların özü böyük cəzadır. Qadın qadına, kişi kişiyə, bunların özü böyük bir cəzadır. Bax, bu lağların, bu təhqirlərin, tənələrin cəzasıdır. Çoxdur indi belələr. Hamısı gülmə qonşuna gələr başına, qınadın, yaşayacaqsandan doğulanlardır. Bəli, cəza növüdür. Nail Xələfov deyir ki, Ahmet Hulusi'dən öyrənmisiniz? Yox, Allahdan. Mənim müəllimim Allahdır. Tera deyir ki, namaz qılan o qədər qeybət, pis danışan insanlar tanıyıram. Onları yaradana şükür. Qınaya bilmərik. Çünki Bu Quranda bir 15 cümlə var. Bu namaz qılanlar, Quran ümumiyyətlə namazdan danışmır. Sadəcə deyir, vay halına o namaz qılanların ki, tənəyə qalxırlar, lağ eləyirlər, qeybət edirlər, bəddualar yağdırırlar. Quran bunu deyir. Amma bir cümlə var ki, dünyada ikən şək etdiyiniz. Yəni, bax, bu namaz qılanları bizim qınamağımız bizim üçün əzabdır. Biz də qınamırıq. Tanırsan, yaxşı, onları yaradana şükürdür, amma qınama. Qınadın, tera, cəza yazılar sən. Diqqətli ol. Usir 15 deyir ki, siz əvvəllər belə danışmırdınız. Nə oldu sizə? Nətər yəni oldu? Deyir, hər sözün öz vaxtı. Hər vaxtın öz sözü var. Hər işində öz vaxtı, hər vaxtın öz işi var. Görürsən, indi qısa-qısa nə qədər bütün paylaşımlar etdirir Allah Teala. Burada da hökümə gəlir. Necə deyir? Bir-birinizin aranızda deyir, nə mübahisə etməyin, nə bir-birinizi mühakimə etməyin. Çünki hər biriniz hökmdar Allahın huzurunda olacaqsınız. Hökmdar Allah hardadır? Hər kəsin qəlbində. Buradan eşidirsən, qəlbində hesab verirsən. Vəssalam. Elton Baxşəliyev deyir ki, məhkəmə gedir. bəli. Elton Baxşəliyev deyir ki, bu xanım cəmaatı dinindən uzaqlaşdırır, başqa yola yönəldir. Başqa yönəldir cəmaatı. Yox, qaranlığın içindən çıxardır bu süfrə, bu siz ki din deyirsəni, ayaqqabımı soyun gir ora, sonra da bir dənə nədir o yazdırırsınız, dünən bir ana fəryad edirdi, neçələrini dinləmişəm. Bir dənə dul görən kimi tez bir dənə o haqq hesabı çəkirsiniz, orada işinizi, sizin təbii ki bunu sizə zərər Bir günlük siğə, bir həftəlik siğə. Nə bilim, dünən ana fəryad edirdi, fəryad. Və bu din adamlar. Təbii ki, indi siz əlinizdən hara verirsiniz o cəmaatı oyadır bu süfrə. Məsləhətinə şükür. Sizi yaradana şükür. Sən burada çox olma ki, sən də başqa yola yönələrsən. Elə yolunda qal. Ziyarətlərin yüksək nəsə belə bir ad gəlib. Hicabla yalan məlumat verməyiniz, axirətdə cəzalanacaqsınız. Valla mən axirətdən qabaq səhvimin cəzasını, bədəlini ödəyib gəlmişəm bura. Mənim narahat olmasan öz hayına qal. Rauf Əliyev deyir ki, İncildə yazılanlar düzdür, yoxsa bəndələr tərəfindən dəyişdirilib?
Heç də dəyişmir. Lazım olan sözlər hamısı kitabların sinəsindədir. Deyir, bu kitablarda düz də var, yalan da var. Səpkili şəkildədir. Yalan sözlərə uyan insan da var. Hər nə yerdə, göydə var, insanda var. Devir edən candır. Biri ölür, biri gəlir. Hər insanda var. İmanlı, imansız insan da var. İmanı dərk etməyən insan da var. Bu süfrə imanı dərk etdirir. Başa düşdün? Budur. Tək Allahın adında cəm olub, bu hikmətin sirri nə erkəkdir, nə dişi təkrar devr edir irsi. Bax budur. Allah Teala biri ölür, digəri gəlir. Ruh vasitəsilə dəyişdirilir. İncildə də hər şey yerindədir, narahat olun. Gülay deyir ki, baxın, xanım düz deyir, pis danışana yaxşı cavab verir, söymür, ağır söz demir. Çünkü dinin Şükürlər olsun yolları ki, təvazökarlıqdır, ədəbdir. Təvazökarlıq odur ki, sən bir işi görəndə deyirsən ki, bu Allahın lütfüydü, mən kiməm ki? Mən bunu edəm. Mən etdim dedinsə, sən təkəbbürlüsən, özünü Allahdan da üstün tutursan, şərik də etmirsən, Quran da deyir, özünü mənə şərik edənləri sevməm, əf etməm, məhv edərəm. Və ya bir işin ardınca gedirsən ki, bunu mən edəcəm. O deyir səni, mən edəcəm. Bu da təvazökarlığı aşmaqdır, Allahdan özünü üstün tutmaqdır. Burada da cəza var. Etik qaydalar var. Bəli, bu süfrə tərbiyəni nümayiş etdirir. Namaz əhlidir, amma tərbiyə yoxdur. O deməli dində deyil, özü üçün namaz qılır. Tərbiyə yoxdursa o namaz kimə lazımdır? Sağ ol. Cabbar xallı, mən mesajı oxumuram, kim də görür burada görsün, ancaq bir dinləyin, görün söhbət nədən gedir. Ondan sonra deyin ki, bir çömçədə mənə ver. Dinləmək lazımdır. İmran Həsənov deyir ki, sizdəki səbir bir daha sizin Allaha yaxın olmağınızı göstərir. Səbir şadlığın mayasıdır, bəli. Bunu namaz əhli bilmir. Özündən çıxıb təhqir edirlərsə, onlar bu səbir haqda məlumatları yoxdur. Bəli, Yaradana şükür. Bunu oxu təkrar. Xanım, siz deyəsən də bu təkrar gəlib. Aha gözlüm deyir, İman Süfrəsinin imanlı dəyərli izləyiciləri ekranı bəyənək, efiri paylaşaq, zəhmət olmasa. Bu da təkrardır. Cinazik. Suzan deyir ki, İma xanım, sizi burada qınayanlara da Allahın lütfü ilə ola bilər. Qınayanlar da Allahın lütfü ilə ola bilər. Bəli, bunlar bir imtihandır. Pisliyə yaxşılıqla qalib gəlməkdir. Çünki Quranda aydın cümlələri bir telə düzəndə aydın bir fikir gəlir. Kim ahirətdən vaz keçib bu dünyada sağlam cana, evlada, var devlete sahip olmak istəyirsə, rahat yaşama. Pisliyə yaxşılıqla, xəsisə cömərtliklə, qəzəbə təmkinlə, təkəbbürə, görürsən, təkəbbürlə qalxırlar, namaz əhli, imanla qalib gəlib, elə bu dünyada bütün arzularına çata bilər. Vaz keçib ahirətdən. Bu, Quranın sinəsində aydın fikirlərdir. Bunları Allah onu göstərməyim. Məsləhətinə şükür. Mən neyniyim? Onları da belə yaradıb. Tənəyə qaldırıb, sonra cəzalandırmaq. Çünki Quranda aydın deyilir. O gün, yəni Allahın bir təyin etdiyi gün var. Ədalət dünyasının qurulacağı gün. O gün neçə-neçə üzlər qaralacaq, gözlərdən yaş axacaq. Bütpərəstlər, bu namaz əhli, möhürə baş qoyanlar, Kəbədə qara daşı öpüb, sığal çəkib, müqəddəs adlandırıb, Allah'a şərik qoşanlar bütpərəstlərdir. Məscidin daşına, divarına öpür, səcdə edənlər bütpərəstlərdir. Carçının yaxın yerdən car çəkdiyi vaxt, Quran deyir,
Həqiqətən Allah deyir, mən hökm günü bir şahid üzə çıxardacağım və bəndələrimi sorğu sual edəcəm. Carçının yaxın yerdən car çəkdiyi gün büyütpərəstlər boyunlarını qabağa uzadıb deyəcəklər. Vay 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 vay, bu nə ağır gündür, biz gəldik çatdıq, bax bu o günə gedir. Məsləhətinə şükür. Onları mən yaratmamışam. Məni də onlar yaratmayıb. Hər birimizi Allah yaradıb. Odur ki, məsləhətinə şükür, ən gözəl cavab. Vəssalam. Emə xanım, orada çoxlu mesajlar belə boş gəlib. Təkrar Alizadə deyir ki, sən də şeytanın dediklərini deyirsən. Mən bunu cavablandırardım, ancaq Emə xanım, siz özünüz deyin. Lazım deyil, hürmətli olsun. Onu yaradana şükür, onu bura yönəldənə şükür. Maraqlı fikirlərdir. Çünki yer üzərində bayaqdan 100 dəfə dedim. Allahdan başqa qüvvə yoxdur. Vəssalam. Tera deyir ki, bəs öləndən sonra nə olacaq? Ruh hara gedir? Heç nə olmayacaq. Yaşadın, öldün, bitdi.